Biz mütəmadi olaraq hər gün yuxu görürük. Baxmayaraq ki, əksər insanlar gördükləri yuxuları sonradan xatırlamır, hər kəs hər gecə 3 dəfədən 6 dəfəyə qədər yuxu görür. Yuxular 5 dəqiqədən 20 dəqiqəyə qədər davam edə bilir. Bəs siz düşündünüzmü? Ümumiyyətlə yuxu nədir? Biz niyə yuxu görürük? Yuxular hər hansısa bir məna kəsb edirmi? Yuxularımızı idarə edə bilərikmi? Bugünkü videomuzda bu suallara cavab tapmağa çalışacağıq. Yuxu təsvirlərin, fikirlərin, emosiyaların, duyğuların ardıcıllığıdır. Hansı ki, yuxumuzun müəyyən mərhələsində adətən qeyri-ixtiyari olaraq baş verir. Onlar bizim xoşbəxt, qorxmuş, kədərli hiss etməmizə səbəb ola bilərlər. Yuxular biz yatarkən istənilən an baş verə bilər. Lakin əksər vaxtlarda daha aydın yuxularımız REM adlandırılan dərin yuxu mərhələsi zamanı baş verir. Bir yuxu periodu 5 mərhələdən ibarətdir. Bunlar hansılardır? Mərhələ 1. Yüngül yuxu keçirilir. Gözlər yavaş şəkildə hərəkət edir. Əzələlərin aktivliyi azalır. Mərhələ 2. Gözlərin hərəkəti dayanır. Beyin dalğaları yavaşlamağa başlayır. Mərhələ 3. Delta dalğalar adlanan son dərəcə yavaş beyin dalğaları meydana gəlir. Mərhələ 4. Beyin yalnız delta dalğalar istehsal edir. Yuxunun 3-cü və 4-cü mərhələsində olan birisini oyandırmaq çox çətindir. Hər iki mərhələ birlikdə dərin yuxu adlanır. Göz hərəkətləri və əzələ aktivliyi yoxdur. Dərin yuxu mərhələsində oyadılan insanlar oyandıqdan sonra bir neçə dəqiqə ərzində nə baş verdiyini anlamırlar. Adətən sanki sərxoşmuş kimi hiss edirlər. Mərhələ 5. REM mərhələsi, yəni beynin ən çox aktiv olduğu mərhələ. Nəfəs alma daha da sürətlənir. Gözlər müxtəlif istiqamətlərdə sürətli hərəkət edir. Ətraf əzələlər müvəqqəti olaraq iflic olur. Ürək döyüntüsü artır, qan təzyiqi yüksəlir və insanlar məhz bu mərhələdə yuxu görürlər. Bu haqda bir sıra fərziyyələr və konseptlər mövcuddur. Əgər mümkün ehtimalları sıralasaq, ilk ehtimala görə yuxular şüuraltı arzu və istəkləri əks etdirir. İkinci ehtimala əsasən, yuxular yuxuda olduğumuz zaman vücudumuzdan və beynimizdən gələn siqnallara bir növ cavabdır. Üçüncü ehtimala əsasən, yuxular gün ərzində topladığımız informasiyaların emalı və birləşdirilməsi prosesidir. Dördüncü ehtimala əsasən, yuxular sadəcə psixoterapiyanın bir forması kimi çıxış edir. Bəzi ekspertlər qeyd edirlər ki, yuxular həyatdakı problemlərimizi həll etməyə kömək etmək üçün mövcuddurlar. Əgər hər hansısa bir narahat edici fikirlə yatağa girirsinizsə, hər hansısa bir həll yolu ilə oyana bilərsiniz, yaxud da ən azı həmin situasiya haqqında daha yaxşı hiss edə bilərsiniz. Bununla belə, bəzi araşdırmaçılar qeyd edir ki, yuxuların heç bir məqsədi və ya mənası yoxdur və onlar sadəcə beynin aktivliklərinin məhsuludur. Yuxuların mənaları haqda fikirlər zamana və mədəniyyətə görə dəyişir. Müasir zəmanəmizdə yuxular əksər insanlar tərəfindən daxili istəkləri və emosiyaları aşkara çıxaran proses hesab olunur. Digər bir nəzəriyyəyə görə isə onlar sadəcə təsadüfi beyin aktivliklərinin məhsuludur. Yuxular haqqında ilk qeydlər Mesopotamiyada 5000 əvvəlki materiallar əsasında əldə edilmişdir. Yunan və qədim Roma dövrlərində insanlar hesab edirdilər ki, yuxular birbaşa tanrılardan və ya dünyasını dəyişmiş insanlardan gələn mesajlardır. Yuxulardan həmçinin gələcəyi proqnozlaşdırmaq üçün istifadə olunurdu. Avstriyalı nevroloq Sigmund Freud qeyd edirdi ki, yuxular əksər zamanlarda dərinlərdə bastırılmış uşaqlıq xatirələri və fikirlərlə bağlı olan dərin istək və narahatlıqların əlamətidir. O yuxuları şüur altına gedən möhtəşəm yol adlandırırdı. Ümumilikdə isə ekspertlər qeyd edir ki, insanlar oxşar yuxular görə bilərlər. Lakin bu yuxuların arxasında hər bir insan üçün özünə məxsus bir məna dayanır. Ona görə də onlar yuxu yazmaları və buna əsaslanan kitablara etibar etməməyi məsləhət görürlər. Şüurlu yuxu mənasına gələn lucid dream bir şəxsin yuxu gördüyü zaman yuxuda olduğunu anladığı yuxulara verilən addır. Digər yuxularda olduğu kimi, lucid yuxularda da hər şey gerçək imiş kimi görünür və dərk edilir.
Lüsid yuxular elmi olaraq araşdırılmış və doğruluğu təsdiqlənmişdir. Lüsid yuxular yuxunun REM mərhələsində meydana gəlir. Araşdırmalar göstərir ki, bu cür yuxular yuxu əsnasında beynin yatmış hissələrinin aktivliyinin artması ilə müşahidə olunur. Qısa ifadə ilə lüsid yuxu beynin REM yuxu ilə ayıq olma arasındakı vəziyyətidir. Öz-özünə baş verməsi ilə bərabər, həmçinin bunun xüsusi üsullarını öyrənmiş şəxslərin iradi olaraq lüsid yuxular gördüyü qeyd olunur. Həmin şəxslər yuxunu görməklə bərabər, həmçinin onu idarə etməyə və öz istəklərinə uyğun olaraq yönləndirməyə də nail olurlar. Yuxuların idarə edilməsinin mümkünlüyü hər nə qədər gözəl səslənsə də, ekspertlər yuxulara müdaxilə etməməyi məsləhət görürlər. Yuxular haqqında hər nə qədər araşdırmalar aparılsa da, hər nə qədər faktlar qeyd olunsa da, onların məqsədi hələ də elm adamlarına sirdir. Onlar hələ də elmi araşdırmaların obyekti olaraq qalırlar.